A kvadratı plus B kvadratının əvəzinə yazmaq olar ki, A çıx B-nin kvadratı plus 2AB bərabərdir 43. Və burada A çıx B-nin qiyməti 5-dir. Yazıram o zaman 5-in kvadratı 25 plus 2AB bərabərdir 43-ə. 2AB bərabərdir 43 çıxılsın 25. Yəni olacaq o zaman 18-ə. AB-nin özü bərabərdir 18 bölü 2 9-a. Və bizdən soruşur A kvadratı plus B kvadratının qiymətini. O zaman bu düsturu açsam, yazacağım o zaman A-nın kvadratı plus 2AB plus B-nin kvadratı. Burada A kvadratı plus B kvadratının qiymətini şərtdə verib 43-dür. Qedirəm 43. Plus 2 vurulsun. A vur B-nin də qiyməti 9-dur. Bu da bərabərdir. 43 plus 18 bərabərdir 61-ə. Düzgün cavab B variantı.